İkinci gün saat 23:40 bu videonu montaj edib gedəcəm yatmağa. Bugün 15.000 manat biznes kredit götürdüm və əlimdə qalan 755 manat oldu. Videoya bax, sənə hər şeyi izah eləyəcəm. Hər səhər hazırlaşarkən eyni sualı verirəm özümə. Bu qədər işi bir gündə necə çatdıracam? Nəysə, hazırlaşdığım evdən çıxdım. Günümün yarısı tıxaclarda keçir, yəqin səndə də eyni vəziyyətdir. 15 dəqiqəlik yolu 45 dəqiqəyə gəldim çatdım istehsalata. Orada biraz iş gördüm, sonra düşdüm Baxsel müştəri xidmətlərinə. Baxseldə asan imza sertifikatı üçün nömrəni dublikat eləməliydim. Və klassik nəticə, dublikat lazım deyilmiş. Yaxşıdır ki, bank yaxındaydı. Getdim banka, bankda da fasilə. Bir neçə gün sənəd hazırlayıram, ona görə gözləməliydim, çünki bu kredit mənə çox lazımdır. Kassir nahardan qayıtdı və mən 15.000 manatı götürdüm. Videonu çəkməyə risk eləmədim, amma videonun sonunda sənə kredit vərəqəsini göstərəcəm. Göz yaşlarına hazır ol.